Hətta imamların həyatına baxanda görürük ki, imamlar özləri xanım Fatiməyə təvəssül etmiş, Allahla öz aralarında xanım Fatiməni bir vasitəsi qərar vermişlər. Məsələn, Hz. İmam Baqir əleyhissalamın həyatında biz oxuyuruq ki, İmam Baqir əleyhissalam hər zaman qızdırması olanda su istəyərmiş, soyuq və sərin su istəyərmiş və onu bədəninə və bir qismin içdikdən sonra çox uca səslə belə deyərmiş: Ya Fatimətu binti Muhammedin, ey Muhammedin qızı Fatimə sallallahu aleyhi və alihi və səlləm. Bu onu göstərir ki, imamlar müəyyən məsələlərdə həm xəstəliklərinin sağalması üçün bu təbii yollara əl atmışlar və eyni zamanda xanımın məqamından da təvəssül olaraq, təbərrük olaraq istifadə etmişlər. Digər imamların həyatında var. İmam Cavad, İmam Rıza əleyhissalamın həyatında var ki, onlar müxtəlif məqamlarda, müxtəlif dərəcələri kəsb etmək üçün xanım Fatimənin qapısına getmiş, onu özləri və Allahlar arasında vəsilə, vasitə qərar vermişlər.